Həmçinin elmə dəstək vermək, istəyir elm əhli olsun, istəyir kitabların nəşri olsun, dəvətin getməsi üçün ən böyük cihaddır. Yəni Allah yolunda xərcləməyə girir dəvətə, dəvət əhli üçün dəvətə xərcləmək ən böyük səbəblərdən biridir. Ən böyük sədaqə, əzəmətli sədaqələrdən biridir. Hətta miskinlərə baxmaqdan da əfsəldir. Çünki bu Allahın dininin ayaqda qalmasına sən kömək edirsən. Bir var kiminsə ehtiyacını ödəyirsən miskinin, bu ayrı şeydir. Bir də var Allahın dininin yayılması üçün verilən sədaqə, bu ən əfsəl sədaqələrdəndir qardaşım. Ən əfsəl sədaqələrdəndir. Və bu Allah yolunda xərcləməkdir. Sonra misal üçün faydalı elm üçün dediyim kimi kimsə kitab nəşr elətdirir. Yardım elədin qardaş, bu kitab çap olundu. Gör indi illərlə bu kitab oxunacaq. Hər dəfə sən savab qazanacaqsan. Hər dəfə. Və ya yaxşı bir əməl gördün. Misal üçün bir su quyusu çəkdirdin. Düzdürmü? Kənd əhalisi üçün. Suya ehtiyacı var, bir dənə quyu var. Sən oraya kömək elədin, su quyusunu istifadəyə verdilər. Sən savab qazanırsan. Sədaqə cəriyədir. İnsan öləndə bütün əməllər kəslər 3 şeydən başqa. Düzdürmü? Axar sədaqədir, faydalı elmdir, bir də övladın valideynin duası. Bu 3 dənə əməl heç vaxt ölə üçün kəsilmir. Öldü getdi, amma o savab yazılacaq ona qəbirdə. Fayda elm qoyub gedib. Təsəvvür edin, baxın, misal üçün hər hansı bir alim deyək ki, misal olardı İmam Buxari, düzdürmü? 2 kitab yazır, düzdür, rahiməhullah. Gör, neçə əsrdə onun kitabı oxunur, qardaş. O indiyənə qədər savab qazanır qəbirində. Əməl kəsilmədi. Adəm övladının əməli kəsilir öləndən sonra. 3 şeydən başqa, 3 haldan başqa. Onlardan biri hansıdır? Fayda elm qoyub gedərsən. Kitab yazıb qoyub gedir, qardaş. Əsrlər oxunur. Əsrlərdir. 200 neçənci də vəfat edib, 259-60 əl qərəsən, 200-cü illərdə hicri ilə dünyasını dəyişib. İndi 1442-ci ildir. Gör, bu adam 1200 ildir bu adam savab qazanır. Elə edir də, həniz edir. İnşallah ki, o İslam dini ayaqda qaldıqca, o kitab oxunduqca bu adam savab qazanacaq. Fayda elm qoydu ki, savab qazandı, qardaş, bəli. Və ya axar sədəqə, məscid tikmirsən, o məscid ayaqda durduqca, orada insanlar namaz qıldıqsa sənə sayılır, namaz qılmasa da belə. O məscid var olduğu müddətdə sən savab qazanırsan. Xoşbəxtlik yoxsa yox, qardaş. Adam var, məscid tikib 1100 neçənci ildə. İndiyənə qədər məscid mövcud. Gör, nə qədər savab qazanır, qardaş. Həmçinin salih övlad qoyub gedirsən. O övlad sağ olduqca, sənə dua etdikcə, salih əməl etdikcə, sən dünyada olmasa da sənə savab gəlir. Bundan sonra Allah yolunda xərcləməkdir də, ona daxildir. Allah yolunda xərcləmək budur. Allahın razı qaldığı yollarda pul xərcləmək. 1 manat da olsa, 50 qəpik də olsa versən nəyəsə görə Allah yolunda, sən onun savabını qazanırsın. Allahın razı qaldığı yollarda xərcləmək, Allah yolunda xərcləmək budur.